Çünki müharibə elə mürəkkəb bir şeydir ki, orada bütün faktorları əvvəldən 100% qiymətləndirmək olmur. Misal üçün, ola bilsin ki, Amerika ümid edirdi ki, İranın rəhbərlərini aradan götürən kimi İranda dekabrın axırında olan iqtisatlar başlayacaq. Ancaq bu baş vermədi. Bir neçə səbəbdən. Birinci, güc strukturları vəziyyətə nəzarət edir. İkinci, istər-istəməz artıq İranın daxilində də bu müharibə hakimiyyətə qarşı yox, İrana qarşı bütövlükdə müharibə kimi qəbul olunur. Və İranı içərdən dəstəkləyən qüvvələr var. Bu, deməli, ola bilsin ki, Amerika bu məsələni tam qiymətləndirə bilmədi. İkinci məsələ Kürd separatçıları. Mən tam əminəm, bu təhlilin nəticəsidir. Özdə mən sizə deyim ki, təhlil bir çox vaxt o üzdə olan, məsələn, üzdə görkəmlilər, hasıda jurnalist gedə bilər İrana, deyə bilər ki, əşi İranda pusat əhali hamı ölümə hazırdır və s. və s. Bu üzdə olan bir şeydir. Mitingləri görürük biz, 100 minlik mitingləri. Amma təhlil daha yaxşı reallığı göstərə bilər. Təhlillər onu göstərir ki, İranda məsələ çox mürəkkəbdir. Məsələn, Kürd separatçıları məsələsində. Bəli, Amerika Birləşmiş Ştatları Kürd separatçılarına dəstək göstərir və hətta Amerika Birləşmiş Ştatlarının prezidenti Kürd separatçılarına telefon danışığı edir. Bəli. Yəni, prezident, siz səhv edə bilirsiniz də, prezident separatçıların, yəni bunların arasında bir neçə mərhələ var. Deməli, bu nə göstərir? Bu onu göstərir ki, artıq bu da bir güclü bir silah kimi istifadə oluna bilər. Amma nə baş verir? Türkiyə ilə Azərbaycan bunun əleyhinədir, qəti əleyhinədir. Mən əminəm ki, bu məsələdə Türkiyə öz mesajlarını Amerika Birləşmiş Ştatlarına çatdırıb. Və ola bilsin ki, müharibədən əvvəl bunu ciddi qəbul eləmirdilər, amma Türkiyə ola bilsin ki, çox ciddi xəbərdarlıq veribdir. Və Türkiyə ilə bərabər bu məsələdə, mən əminəm ki, Pakistan Türkiyənin mövqeyini dəstəkləyir. Bu ciddi məsələdir. Yəni, Azərbaycan da dəstəkləyir. Ona görə, bax belə... Yəni, burada hamının mövqeyi üst-üstə düşmür. Yəni, yaxın şərq o qədər mürəkkəb bataqlıq yerdir ki. Çox mürəkkəbdir. Özdə, siz fikir verin, biz bayaqdan danışdıq. Reallıq bundan ibarətdir ki, İran oturuşmuş bir dövlətdir. Amma bu ərəb dövlətləri hamısı, deməli, Birinci Dünya müharibəsindən sonra Osmanlıdan qopmuş bir dövlətlərdir. Onlar, deməli, qərblə, onlar müəyyən məndə Lawrence Araviski, bilirsiniz, o məşhur casus, deməli, orada fəaliyyət göstərirdi. Ərəb aparıcı ailələrinin hər birinə söz vermişdilər ki, sizə oranı verəcəyik, buranı verəcəyik, sonra da doğrudan da verdilər, bu dövlətləri yaratdılar. Yəni, bir tərəfdən suni yaradılmış dövlətlərdir. Bax, bu da var. Ona görə çox mürəkkəb bir vəziyyətdir və bu mürəkkəb vəziyyətdə Amerika Birləşmiş Ştatları qayıram əvvələ istəyir ki, mümkün qədər az itki ilə çıxsın. Və əslində İran üçün də bu yaxşı bir variant olar.